Təbii ki, əsas hadisə artıq 4 gündür davam edən İsrail-İran müharibəsidir və ən müxtəlif səbəblərdən Azərbaycan bu müharibəyə biganə qala bilməz. Azərbaycan və Azərbaycanlılar bir tərəfdə nəinki yaxın şərqdə, bütün dünyada Amerikanın əsas şilləvranı olan İsrail, həmin İsrail ki, biz 44 günlük müharibədə ondan aldığımız, yəni o haropların, spikeların, qələbəmizin texniki tərəflərində, texniki təminatında müəyyən rol olub. Amma yenə də dediyim kimi, sadəcə olaraq deməli, Amerikanın şilləvranı və Qəzzada, Fələstində, ya Qəzza bölgəsində ümumiyyətlə 10 minlərlə dinc müsəlmanın qanına əli batan İsrail. O biri tərəfdə İran var. İran hansı ki, müstəqillik dönəmində qətiyyən bizə sevgisini bildirməyib. Ermənistanla müharibəmizdə adətən düşmənin tərəfində durur və eyni zamanda o 90 milyonluq dövlətin əhalisinin təxminən yarısını məhz Azərbaycan türkləri, Güney türkləri təşkil edir və mən biganə qala bilmərik dedikdə həm də ki, əlbəttə ki, o amili nəzərdə tuturam. Əlbəttə mən onu da anlayıram ki, həmin İran rejimi uzun illər ərzində Güney Azərbaycan türklərinin adi insani hüquqlarını tanımayıb, onlara münasibətdə müxtəlif repressiv addımlara, jestlərə əl atıb. Yəni, bu iki dövlətin qısaca bir portret cizgiləri barədə fikirlərimi bölüşdüm. Yəni, mənim baxışıma görə ikisi də şər dövlətidir. İkisinin də, yəni, bu dünyada, bəlkə də, yəni, indiki dövrdə, yəni, bu bütün beynəlxalq münasibətlər sistemini pozmaq, yəni, normal birgə yaşayış qaydalarına tüpürmək baxımından bəlkə də yeri yoxdur. Bəlkə də kimlərə görəsə yeri var ki, biz bütün bu məsələlər barədə qarşıdakı dəqiqələrdə, qarşıdakı saatda əlbəttə ki, fikirlərimizi bölüşəcəyik. Və bugün studiyamızın qonağı Ovqat.com saytının baş redaktoru Heydər Oğuzdur. Heydər bəy haqqında da son günlərdəki fəaliyyəti barədə bir neçə kəlmə söz... Sizi də, bütün o tamaşaçıları da salamlayıram. Bir neçə kəlmə söz demək istəyirəm. Heydər bəy son günlər obyektiv jurnalistdən daha çox, mən bunu efirdən əvvəl də özünə dedim ki, sanki sionist rejiminin maraqlarını tərənnüm edən bir həmkarımıza çevrilib. Hətta sosial şəbəkələrdə onunla mən mükalimələri də oxuyuram, mövqeyindən narazı olan adamların fikirlərini də oxuyuram. Amma Heydər bəy öz mövqeyində qətidir, belə hesab edir ki, İran haqsızdır bu məsələdə daha çox. Biz ona görə də məhz bugün Heydər bəyi qonaq çağırdı studiyamıza ki, fikirlərini izah etsin. Mən birinci nədən başlamaq istəyirəm Heydər bəy? Niyə bugün nüvə silahına malik olan dövlətlərin sayı, İsraili də nəzərə alsaq, təbii ki, gizlətsələr də onların da nüvə silahı var və bu heç kimdə şübhə doğurmur. Ən azı, yəni anlaşılmaz bir şey olardı İsrailin nüvə silahına malik olması ki, bu dünya fiziklərinin əksəriyyəti Yahudi əsillidir və İsrailin də nüvə silahına malik olması təbiidir. 9'u var, İran 10'uncu olmaq istəyirdi, İranın sevincini qursağında qoyurlar və bilmək istəyirəm, başqalarına niyə nüvə silahı yaratmaq olar, amma bir müsəlman dövlətini yaratmaq olmaz. Müsəlman dövlətindən söhbət getmir. Məsələn, Pakistan müsəlman dövlətidir, İrandan da 10 dəfə, bəlkə 1000 dəfə daha yaxşı müsəlman dövlətidir. Düzdürmü? Pakistanın və Pakistan da bugün İranın tərəfindədir, yeri gəlmiş. İndi Pakistan olsa hamının tərəfində olur. O Pakistanın harada bir müsəlman adı eşitdi, gedir onun tərəfində olur. İndi o da Pakistanın pis xasiyyətidir. Yəqin oradan qəşəpulsuz götürür. Bir dəmə bir böyük dövlət də pis xasiyyətli dövlət kimi 200 milyonluq bir dövləti də belə təqdim elədik. O xasiyyəti pisdir. Hər dövlətin bir xasiyyəti var. Adam bir tərəfdə dayanır. Bizim tərəfimizdə dayanır, İranın tərəfində dayanır, onun tərəfində dayanır. Və Pakistan Pakistanın ən böyük düşməni olan dövlət müsəlman dünyası içərisində. O həmən İrandır. Pakistan, Hindistan gərginliyində, müharibələrində dəfələrlə bu müharibələr olubdur. Həmişə Hindistanı müdafiə edibdir. Həmişə. Heç bir dəfə də o Pakistanı bədbəxti müdafiə eləməyib. Amma bu günlər Pakistan... Onda deyirsə Pakistanın gözü kördür ki, bugün İranı müdafiə edir. Pakistanın o xüsusi siyasətidir. Harada bir İslam sözü oldu, Pakistan onu müdafiə edir. Harada o? Baxın, yəni söhbət orada, hətta İranı belə müdafiə edir. Baxmayaraq ki, İranla o az qardı müharibə keçən il aralarında, düzdürmü? Bəli. Və bu vaxta qədər də Pakistanla İran arasında çox ciddi ziddiyyətlər var. Bilirsiniz ki, Pakistan əhalisinin 20%-i şiadır.
həmən şiələri o İran maliyyələşdirib Pakistanda həmişə bir gərginlik yaradır, orada güya hakimiyyət çevrilişi eləyib, həmən şiələri hakimiyyətə gətirir. 20% sən şiəni gətirəsən, orada hakimiyyətə bu 80% sünninin hüquqlarını olacaq. Yəni belə bir o qədər absurd şeylər var ki, o İranın yürütdüyü siyasətdə, absurd fikirlər, absurd hərəkətlər, absurd addımlar. Həmin o Pakistan bədbəxtlərdən, o şiə olan Pakistanlıları Zeynəbiyun, Zeynəbçilər yəni adı altında qruplaşdırıb o müxtəlif terror hadisələri törədir. İndi bilirsiniz nətərdir? Bunlar terror hadisələridir. Yəni terrorçu dəstələrdir. Bu dövlət o qeydiyyatında deyilsə, dövlət ordusu deyilsə, deməli bu nədir? Qeyri-dövlət ordusudur. Qeyri-dövlət ordusu müxtəlif o bombalama hadisələri həyata keçirirlər, müxtəlif partizan hərəkətləri həyata keçirirlər. Vaxtilə 2-ci Dünya müharibəsində bunlara partizan deyirdilər. Amma indiki dövrdə bunun adı terrorizmdir də, yəni terrorçulardır. Yəni o adamlardan da həmişə terrorçu kimi istifadə edib Pakistana qarşı da, nə bilim ərəb dünyasına qarşı da. Yəni məsələ budur. İndi o Pakistanın o da onun xüsusiyyətidir da. Yəni o gözəl xüsusiyyətdir əslində. Mən deyirəm pis xüsusiyyət. Əslində o gözəl xüsusiyyətdir. Harda bir müsəlman görür, onu müdafiə eləmək istəyir. Amma bu o demək deyil ki, o müdafiə eləyəcək də. Ritorik müdafiə ayrı şeydir, Mahir bəy. Gerçək, real müdafiə ayrı şeydir. Belə deyək, o bir qədər də çəkindirmə vasitəsidir. Deyir ki, əgər İsrail İrana nüvə silahı İrana münasibətdə nüvə silahı tətbiq edərsə, biz də İsraili vuracağıq. Yəni elə demək istəyir. O bilir ki, İsrail ona nüvə silahı tətbiq eləməyəcək. O deyir də onu. Yəni İsrail çox dinc dövlətdir. Yəni İsrail terror eləməz. İsrail başqa bir ölkənin paytaxtını iflic eləməz. Yəni su sistemini sıradan çıxarmaz, kanalizasiya sistemini sıradan çıxarmaz. Yox. İsrail özü də demiş ki, mən terrorçuluqla məşğul deyiləm. Əksinə, İsrail terrorçuluğu özünün belə deyək, ideologiyası kimi az qala belə deyək də hərbi doktrinası kimi qəbul edib. Orada bir çox məsələ o Hamasa qarşı döyüşlərdə hələ lap əvvəllər, hələ o Hamas yaranan ilk gündən sonuna qədər oradakı o liderlərin hamısını terror vasitəsilə sıradan çıxarıb və yaxud nə bilim o digər ölkələrdəki məsələ Hizbullaha qarşı eyni hadisədən, terror hadisəsindən istifadə edib. Yəni bütün onun o terror, onun o belə deyək, hərbi doktrinasında yer alan bir şeydir. Mən, yəni biz nətərdir? İndi biz bəzi məsələ, əvvəla haqlılıq ayrı şeydir. Bizə nə qədər bu sərf eləyir, bizim maraqlarımıza nə qədər cavab verir, bu ayrı şeydir. Yəni bizə deyərkən Azərbaycan nəzərdə tutursunuz. Elə bir ki, bu belə deyək, mən bir misal sizə çəkim. 2 dənə it var. Biri sənin qonşunun itidir. Hər dəfə gələndə, sən qapıdan keçəndə, qonşu da bağlayıbdır tam qapının ağzına. Hər dəfə sən gəlirsən öz qapını açmağa, it hücum edir, sənin bir tərəfi qapır. Yəni, deyək, ayağını qapır, deyək, səni qorxudur. Deyək, siz İranı nəzərdə tutursunuz da? Mən iti nəzərdə tuturam. Bir də var, uzaq bir qonşunun itidir, uzaq məhəllənin itidir. Bu ikisini boğuşdururlar. Sən hansına balet eləyərsən? Bu itlərdən birinin sahibi türkdürsə artıq. Sahibi türk deyil o. O türkə türk dilində danışmağa icazə vermirlər. Mən yenə deyirəm. Bax, mənim o sualıma da cavab verin. Hansını müdafiə eləyərsiniz? Hansı, yəni balet eləmək deyirlər də ona. Düzdürmü? Hansından yanı olarsınız. Mən inanıram ki, siz o uzaq məhəllənin itindən yana olarsınız ki, bu bədbəxti bir sustursun, ağzını cırsın ki, sabah mənim üstümə bu hücum eləməsin və yaxud mövcud olmasın, mənim canım qutarsın. Düzdürmü? Yəni, insan fitrəti belədir. İnsan fitrəti ən yaxın təhlükəyə qarşı daha tez reaksiya göstərir. Bu İran deyilən bu həmən dövlət nə zaman Azərbaycanın yanında olubdur? Həmişə Azərbaycanın əleyhinə olubdur. Həmişə Azərbaycan başından bir güllə sıxmağa o tələsibdir. İndi gətiriblər orada Pezişyanı, bir də Pezişyanı gətirib, Pezişyanı Azərbaycan dilində şeir deməyə imkan verir. Prezidentə şeir demək istəyirdi, yadınızdadır. Bəli. Bir hissəsində də sonra gəldi dedilər ki, day bəsdir, indi keç fars dilindədir. Bəli. Bu dövlətdən söhbət gedir. Orada 40 milyon Azərbaycanlı var, ölkənin yarısı, haradasa 40%-dən çoxsu. 45% Azərbaycanlıdır, Azərbaycan türküdür. Onun nümayəndəsini hələ üzrə prezidentinə, o ölkəndə prezidenti. Onu da niyə prezident seçiblər? Sənin kimi, mənim kimi
türkləri aldatmaq üçün, rəğbətimizi güya qazanmaq üçün. Niyə bunları gözləyirdilər onlar? Bu gözlənilməz hadisə deyil. Gəlin Heydər bəy, bütün Yenə mövzular deyirəm, siz hansı iti müdafiə edirsiniz, onu mənə deyin. Baxın, mən sizin məntiqinizdən uzaqdakı iti, yəni. Və İsrail yəni. Elə demək istəyirsiniz. Mən İsraili itə bənzətdim, düzdürmü? Mən ona Və o it bu gün sənin o biri itin, yəni əsas şəhərlərindən birində, yəni Təbrizi mən nəzərdə tuturam, onun başına bomba yağdırır da. Orada başına yağdırmır. Hara yağdırır? Hərbi strukturlara yağdırır. Qıraq bucağı heç kim vurulmur, eləmi? Yox, yox. Orada artıq 400-ə qədər adam öldürülür. İranın özü yaydı, Təbrizlərin bir videosu yaydı. Bunların başı çatmır. Bunlar bəzən İran. Ya özlərinin təbliğat elə bil özlərini güya təbliğ eləyirlər. Halbuki düşməni təbliğ eləyirlər. Göstərdi ki, Təbrizdə o əməliyyat keçirir nədir bu, bombalayır. Yəni müəyyən yerləri bombalayır İsrail. Bir tərəfdə də yol çəkirlər, adamlar deyirlər ki, gördüm. Siz ümumiyyətlə Güney Azərbaycan türklərlə çox ünsiyyətdə olubsunuzmu? Bəli. Yəni yəqin ki, onların dünya görüşündən, baxışından xəbəriniz var. Mən niyə görə? Yox, üzr istəyirəm. Bu nə deməkdir? Bu o deməkdir ki, adamlar hətta inanırlar ki, o güllə gəlib buna dəyməyəcək. O bomba gəlib bunun başına düşməyəcək. Çünki bunlar iş görürlər, yol çəkirlər. İsrail haranı bombalayır, haradakı hərbi obyekt var, oranı bombalayır. Təbii ki, orada hərbi obyektin yanında olanlar da ondan zərər çəkir. Bax, mən heç bir İranpərəst, zat-pərəst durmaq istəmirəm, amma o İranlılarda Güney Azərbaycan türklərinin təbii, niyə görə soruşdum ki, ünsiyyətdə olursunuz? Çünki bu sərhədlər yeni yaşandı. Mən 1990-cı illəri nəzərdə tuturam. 90-cı illərin əvvəlində, yanvarda artıq sərhədlər açıldı və yavaş-yavaş güneydən, yəni bizim öz kəndimizə belə gəlməyə başladılar. Mən təbii məktəbli idim, yəni mən çox maraqlı idi. Bunların təbiəti, düşüncəsi, danışıqları. Və mən soruşurdum onlardan ki, yəni İraq müharibəsi yenicə qurtarmışlar. İki tərəfdən milyona yaxın səhvlərimsə itki var idi. Soruşdum ki, siz bu müharibə necə döyüşürdünüz, nə edirdiniz, geridə qalmış bir ölkə filan bəzməkən. Onda da hələ Qarabağda erməni separatizmi yenicə baş qaldırırdı. Yəni onlar da xəbərdarlar ki, yəni bizi qarşıda məsələn müharibə gözləyir, ona görə maraqlanmaq da təbiidir. Və deyirdilər ki, biz belimizə şəhid kəməri bağlayırdıq, özümüzü atırdıq İran tanklarının altına. Yəni bu şəkildə bu müharibədə də, yəni sadəcə o təəssüratların bizə danışırdılar. 80-ci ildən bu yüzə, 80-ci ildə müharibə başlayıb onlarda 80-də, 90-da qutarıb da, düzdür. 80-ci ildən bu yana 20 il oradan, 25 ildə buradan, 45 il vaxt keçir. 45 il ərzində nəsillər dəyişilir. 45 il ərzində siyasi düşüncələrə, siyasi fəlsəfələrə, dövlətlərin siyasətlərinə, siyasi belə deyək, prinsiplərinə münasibət edir. Sən bu günləri get o İranlılardan soruşur. Sən bu İslam o dövləti üçün, İslam Respublikası üçün şəhid olarlarmı? Olmazlar deyirsən, eləmi? Əlbəttə olmazlar. Adamlar rəsmicə baxın. Mən yenə deyirəm, mən faktlara əsaslanıb deyirəm. Sən keçmişdən 45 il. Yox, elə indiki vaxtlardan danışıram. İndiki vaxtlardan mən danışıram. Amma Netanyahunun müraciəti kontekstində baxmayaq. Netanyahu da İranlılara müraciət edir ki, rejimi dağıdın. Eynən Paşinyan, yəni bizə müraciət elədiyi kimi. Mən Netanyahu demirəm. Mən İran o Sepah hər halda Netanyahu düzdür, o da Netanyahuya bağlıdır. Yəni belə deyək. O elə hamısı gəldi Mossadın agentləri çıxdı. O məntiqlə deyirsənsə, onların hamısı Netanyahuya bağlıdır. O İrandakı o strukturlar hamısı Netanyahu. Təbii. Amma İranda indi hər halda biraz da İrana bağlıdır da, həmən o Sepah deyilən şey. Nədir? O Sepah bilirsiniz, İslam inqilabının güya keşikçiləri korpusu. Ən belə deyək, İslama, o rejimə ən sadiq nökərlər onlardılar, belə deyək, adamlar. Sepah bir bəyanat yaydı o günləri. Dedi, İran xalqına müraciət elədi. Dedi ki, ay İran xalqı, ay İranlılar, gedib Mossadda işləməyin, ona agentlik eləməyin. Bax, bu agentlik eləsəz, ən ağır cəzanı alacaqsınız. Bunu Netanyahu demədi, bunu Sepah dedi. Bu nəyi göstərir Mahir bəy? Bu onu göstərir ki, İranda o qədər insan vardı ki, o rejimin dağılması üçün gedib Sepah'a da, Sepah deyirəm. Mossadda da agent eləyər, BBR-də agent eləyər, hər şey agent eləyər. İranın bir, o Təbrizli idi özdə deyəsən, Azərbaycanlı idi. Bir olimpiya ikincisi var idi, ya çempion idi ya ikincisi. Olimpiya medalını alandan sonra, həmən medal olandan sonra çıxdı fəxri kürsüyə. İndi hər kəs fikirləşirdi ki, bu İranın bayrağını qaldıracaq, nə bilim, nə edəcək. Bilirsinizmi kimin bayrağını qaldırdı? İsrailin. Bu qədər nifrət eləyir.
Və bilir ki, İsrailin düşmənidir. Bu qədər nifrət eləyir ki, o İsrailin bayrağını qaldırdı və ümumiyyətlə getdi, sığındı İsrailə, sonra oradan da getdi deyəsən indi nədir Monqolistanda Monqolistana getdi, elə Monqolistanda yaşayır. Yəni İran insanı bu qədər həssasdır məsələyə. O rejim, o İran insanın başına elə itin oyunlarını gətirib ki. Sonra bir qız var idi bu yaxınlarda, o da olimpiya çempionu idi. Tekvandodan da idi deyəsən. Xaricə getdi, İrana qayıtmadı. Bəli. Siz təsəvvür eləyin, Azərbaycanın, bax, indi özümüzdən götürək. Azərbaycanın bir idmançısı, bir cüdoçusu gedir Avropa çempionu nədir? Olimpiya çempionu. Hələ Avropa çempionu ola cəhənnəm. Bizimki Avropa çempionu olanda da hoppana gəlir Azərbaycana. Olimpiya çempionu olur və qaçır, gedir Ermənistana sığınır. Yəni, elə bir şey təsəvvür edə bilərsinizmi? Yox eləmirəm. Amma Pisdir. onlarda olur. Bir dövlətin adına pisdir. Amma onlarda olur. Niyə olur? Çünki o rejimə o qədər nifrət edir. Anladım. Rejimə nifrət eləyirlər. Türklər də, Bəluçlar da, Kürdlər də. Mən hələ onu demirəm. Mənim dediyim ayrı şeydir. Yenə deyirəm, mənim 1000 dəfə qapıbdı o it. O it mənim 1000 dəfə qapıb. Məni gözümü açmağa imkan verməyib. Mən niyə? Mənə silah verib, mənə dəstək verəni mən müdafiə eləməliyəm, yoxsa məni qapan iti qonşumun itidir deyə. Aha,